Xocalı faciəsinin 24-cü il dönümü ilə əlaqədar şəhərin bir sıra kinoteatrlarında rejissor Vahid Mustafayevin Xoca filminin pulsuz nümayişi olub. Gün ərzində bir neçə seansının baş tutduğu film 1992-ci il fevralın 26-sında Xocalıda baş verən hadisələrdən bəhs edir. Filmdə əsasən Xocalıda ermənilərin törətdiyi vəhşiliklər, insan və torpaq itkisi ilə yanaşı bu hadisələr fonunda insanların fərqli mənəviyyatlarına diqqət cəlb edilib. Nizami Kino Mərkəzində baş tutan nümayişə gələnlər arasında hər yaş qrupundan insanlara rast gəlmək olur. Onlar filmin sonuna kimi gərginlikdə qaldıqlarını, hətta bəzən göz yaşlarına belə hakim ola bilmədiklərini deyirlər. Mən filmə baxdım, çox təsirli bir filmdir. Filmdə o hadisələr tam dəqiqliyinə kimi, düzdür mən hadisənin şahidi olmasam da, amma o hadisələr o filmdə dəqiqliyinə kimi təsəvvür olunur. Xoca filminin bu ilki nümayişinə daha çox gənclər gəlib. Onlar film sayəsində bir çox tarixi faktları öyrəndiklərini deyirlər. O kinoya baxan zaman özümüzü orada iştirak edən kimi hiss elədik. Allah orada ölənlərə rəhmət eləsin. Xocalı haqqında çox məlumatım var idi. Amma bu filmi baxmaqla sakin özümü orada hiss elədim. Mən 1992-ci ildə həmin faciənin canlı şahidi olmasam da bu filmə baxandan sonra artıq canlı yaşamış kimi hisslər keçirdim. 1992-ci ildə Xocalıda baş verən soyqırımdan bəhs edən Xoca filmi Prezident İlham Əliyevin dəstəyi ilə Bakı Film Kino Studiyasında çəkilib. Film Hollandiya, İngiltərə, Norveç, Almaniya, Türkiyə və digər ölkələrdə nümayiş olunub, bir neçə beynəlxalq festivalda iştirak edib və mükafatlara layiq görülüb.